qatarlar keçəndə çox həsəd aparırdım. Həmişə deyirdim ki, bu kabinada mən əyləşim, bu qatarı mən idarə eləyim. Platformaya qəbul olunur. Qatar tam dayanmadan vaqonlara yaxınlaşmaq qadağandır. Please be cautious. The suburban train heading towards Baku is arriving at the platform. Azərbaycanda qadınlar artıq nəqliyyat sahəsində də uğurla fəaliyyət göstərirlər. Bu gün ölkəmizdə qadın pilotlar, avtobus sürücüləri və metro maşinistləri var. Lakin Azərbaycan dəmir yollarında hələlik qadın maşinist fəaliyyət göstərmir. Bugünkü qonağımız isə bu sahədə ilk olmaq istəyən Ramidə Nəbiyevadır. O maşinist olmaq üçün keçirilən imtahanda ən yüksək nəticəni toplayıb. Hazırda isə maşinist köməkçisi kimi fəaliyyət göstərir və gələcəkdə Azərbaycan dəmir yollarının ilk qadın maşinisti olmağa namizəddir. Söhbətimiz zamanı Ramidə Nəbiyeva bu peşəni seçməyə necə qərar verdiyindən, bu yolda qarşılaşdığı çətinliklərdən danışıb. Qatara minib öz rayonumuza getmişdim səyahətə. Bu sevgi oradan yarandı mənə. Ramidə xanım, siz Azərbaycan dəmir yollarının ilk qadın maşinisti olmağa namizədsiniz. Bu barədə nə demək istəyirsiniz? Çox xoşbəxtəm və çox həyəcanlıyam və şükür Allaha çətinliklə də olsa arzuma nail oluram. Yəni çox xoşbəxtəm. Necə oldu ki, bu peşəni seçməyə qərar verdiniz? Bir qızım, bir oğlum var. Uşaqlar balaca olduğu üçün üst-üstə düşmürdü. Yəni bu peşəmlə uşaqlar böyütmək üst-üstə düşmürdü. Yəni onları tək böyütmüşəm, çox çətinliklə böyütmüşəm. 10 il məktəbdə çalışmışam. Özümlə uşaqları aparmışam, gətirmişəm. Yəni onların tərbiyəsi ilə, təhsili ilə. Uşaqları böyütdüm, universitetə qəbul oldu hər ikisi. Ondan sonra öz arzularımın dalınca üz tutdum. Qızım universiteti bitirdikdən sonra onun da həvəsi var idi dəmir yoluna. Eyni partada otururduq, eyni təhsili alırdıq qızımla bir yerdə. Sadəcə olaraq qızım ailə qurduğundan təhsilini yarımçıq qoydu. Mən davam elətdirdim. Düzdür, mənim 35 yaşım var idi bu qərarı verməkdə. Düşündüm, heç də gec deyil və təhsil aldım. İmtahan verdim, işə girdim. Hər kəs müsbət qarşıladı, mənə dəstək oldular, evladlarım da, valideynlərim də, hər kəs. İlk işə başlayanda xanımlar gəlirdi, çox təəccüblənirdilər ki, yəni onlar üçün maraqlı idi və bizə müsbət enerji verirdilər. Bizdə də çox xoş olurdu ki, ay nə gözəl, yəni qadınlar tərəfindən sevilirik. Buradan xəyallarını gerçəkləşdirmək istəyən xanımlara, gec olduğunu düşünən xanımlara nə demək istəyirsiniz? Heç vaxt heç nə üçün gec deyil, onu demək istəyirəm ki, həvəsləri, maraqları varsa arzularının arxasıca getsinlər. Yəni heç kimə qulaq asmasınlar. Ay sən bacarmarsan, bu sizlik deyil. O sözlərə yəni fikir verməsinlər. Göründüyü kimi Ramidə xanımın hekayəsi bir daha təsdiq edir ki, xəyalları gerçəkləşdirməyin yaşı yoxdur. Əgər qadın istəyərsə, hər arzunu gerçəyə çevirər. Nəzrin Mirzəyeva, Vüqar Ağayev, Bizim Media.